Salam, mən Pələng, Şah Pələng. Mən bu məsələni cürrərəm dayı. Mən bu məsələni cürrərəm ağa. Ağayı, Ağa. baba, türklərə eşşək türk deyirmişlər. Ağız deyəni qulaq eşitmir qardaşım. Ay nə salam bilirəm. Başva dönün tək uşağam ha. Mən xolçam oynamayım ha. Baba nə tərsən ağa? Şirvanda da çox edirlər. Ağa dözə. Aman oraya xorda moş. Şərəfə. Ağam dans edir uşaqlar. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyanın veb saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Qardaşım çox sağ olun. Xudahafiz. Görüşərik. Minnətdaram. Çox sağ olun. Sağ olun qardaşım. Uşaqlar, deməli, bilirsiniz ki, bir öncəki videoda Ərdəbildə idim və artıq gedirəm Tehrana. Tehrana təyyarə ilə gedəcəm. Qardaşlarla söhbət elədim. Bu maraqlı bilgi sizə də maraqlı olar. Hansı ki, qardaşım burada işləyir və aldığı maaş 160-150 manatdır. Oteldə aşpaz işləyir. Və digərləri, məsəl üçün bellboylar və ya resepsiyonda işləyən xanım isə alır 120 manat, 130 manat kimi bir maaş. Amma deyir, keçinə bilirikmi? Bu maaşla keçinə bilmirik. Mən videolarımda göstərəndə siz deyirsiniz ki, bazarlar nə ucuzluqdur. Bizə ucuzdur, amma bunlara bahadır və şikayət edirlər ki, son zamanlarda dəhşət bahalıq var. Nəysə. Öncəki videolarda da sizə demişdim ki, burada Snap deyə bir taksi proqramı var. Gəlibdir. Taksini çağırmışam, gəlib. Salam. Snap Airport. Abi, Türk deyil deyəsən. Mən elə danışdım, mən Türkçə danışmadım mı? Qardaşım, mən airportda tez gedirəm. 2 saat, 3 saat əvvəldən gedirəm ki, gecikməkdənsə yaxşıdır. Tez getsək nə olar? Gecikməz. Yox, yəni tez getmək daha yaxşıdır. Onun üçün mən də biləyəm tez getmək daha yaxşıdır. Gez gedib nəyə tələsirik? Şuluğa salıq işimizi. Ha. Cürrəmə, nə? Maşın düzəltmək nə deyirsən? Cürrə? Düzəltməyə? Düzəltməyə? Yox, cürrəm. Cürraram. Cürraram. Mən bu məsələni cürrərəm dayı. Mən bu məsələni cürraram ağa. Ağayı, Ağa. baba. Ay kişi. Qabuldur. Mən bu tarifi sevmədim. Tarif yaxşı şey deyil. Tarif əxlaqdır, ədəbdir. Amma ədəbsizlik eləyirlər. Yo. Məni aldadırlar. Yo, anlatma başqa şey. Tarif, yəni ehsası məhəbbətdir. Məhəbbətdir dayı. Taksiyə minirəm, deyir qabulu yoxdur. Mən pul götürməyəcəm. Düşəndə də mənə deyir ki 500 min. Yo, bax dayan, mən götürməyəcəm, yox. Deyir, qabili yoxdur, yəni ola bilər mən səndən pul da almayam, nə olar, Deyir, yox, qonaqsan, yox. Bir dəfə də deyirəm, dayı götür, deyir, yox, dayı götür deyirəm. Deyir, yox, gedəndə deyir ki, baba, mən tarif eləyirəm. Elə bir şey olmaz, elə bir dəfə deyər ki, nə olar, qalıb da, olsun da, nə olar. Heç də dayı, Qalıb da. söhbəti yaşayan mənəm, sən mənə cürradın. Hava limanına gəlmişəm, bir 15-20 dəqiqəlik məsafədədir hava limanı Ərdəbilin mərkəzinə. Deməli 1 manat 10 qəpiyə, 15 qəpiyə gəldim, çıxdım buralara. Gedim görüm Tehrana hardan uçacam. Terminal 1, 2 hamısı qarışıq. Gəldim hava limanına, artıq hava limanının içindəyəm. Bura Ərdəbil hava limanıdır. Belə bir hava limanındayıq uşaqlar. Təyyarəni gözləyirəm. Mən həmişə tez gəlirəm hava limanına. Sizə də məsləhət görürəm, çünki işiniz gücünüz yoxdursa tez gəlin. Mən də bunların ləhcəsi ilə danışıram. Yoxdursa belə. Burada Ərdəbilin kəndləridir yəqin ki. Təyyarəni gözləyirəm. Biraz video düzəldəcəm sizlərə Instagram üçün, YouTube üçün də videolar gələcək. İnşallah izləyəcəksiniz. Bu arada bir çoxunuz məni TV-dən ailəvi izləyirsiniz, bilirəm. Mən çünki statistikalardan görürəm. Videonu xahiş edirəm, bəyənməyi unutmayın. Yorum yazmağı, yəni şərh yazmağı unutmayın ki, mənim kanalım daha da aktivləşsin. Abunə də olsaz dadından yenilməz türklər demişkən. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Dürbündən çəkək, deyim, siz mənə kömək elədiniz. Bacı sağ olsun, kömək elədi. Gəldim buradan biletimi aldım artıq. Gözləyəcəm, təyyarəyə minəcəm. Ondan sonra
uçacağıq Tehrana. Çantaya da bar deyirlər. Barımı da göstərdik. 20 kilodan aşağı olanda təyyarənin içinə daxil eləyə bilirsiniz çantanı. Üstündə olursa artıq bagaja vermək lazımdır. Axır ki təyyarəyə minirəm. Uzun-uzun yoxladılar məni. Çantamı açdılar, baxdılar. Hansı ki pasportumu görəndən sonra. Sonra dedilər ki, problem deyil, keç. Məscidə gedəndə də Təbrizdə, orada da yoxlamışdılar. Yadınıza gəlirsə, Təbriz videosuna baxmısınızsa əgər. Təyyarə də budur. İnşallah sağ-salamat gedərik. Bu təyyarədən heç gözün su içmir. Köhnə təyyarədir. Köhnədir? Köhnədir bu təyyarə. Düşmərik. Yox baba, inşallah ki düşmər o. İnşallah. Təyyarənin içindəyəm, artıq havadayıq. Amma çox qəribə səslər gəlirdi təyyarədən. İndi səslər normallaşıb. Mən çox uçuş eləmişəm, amma çox bilirəm də nə səs gəlir. Belə nəsə nəyəsə sürtür, sanki elə bir səs gəlir. Köhnə bir təyyarədir. Hansı ki, baxın, motorları şeydədir, yəni qənədindədir təyyarənin yuxarıdan. Bizdə normalda aşağıdadır motorlar və biz qırağı görə bilirik, amma burada fərqlidir. Nəysə, təyyarənin içində belədir. Burada havalandırma var. Bura belə soyulub. Allaha xatir gedirik. İnsanlar da çox rahatdır. Bunlar rahat olduğuna görə mən də rahat olmaq məcburiyyətindəyəm. Uçublar, yəni bununla. Sağ olsunlar, yeməkdə var imiş. Belə bir sandviç, belə bir kek, sonrasında belə bir sos. Burada məşhur bir sosdur bu. Və içəcək. Sprite. Sprite də var. Başqa nə var? Başqa da heç. Salam Eyüp, qardaş necəsiniz? Nə var? Allah razı olsun. Çox sağ olun. Çox sağ olun. Bəhsat. Bəhsat qardaş sağ olsun. Məni qarşıladı. Hansı ki siz Tehranda yaşayırsınız? Bəli. Tehran deyil də, ev Kərəcdə Tehrana yaxın bir şəhərdir. Amma işim çox Tehranda olur. Tehranda olur. O nə qədər uzaqlıqdadır? 1 saat. 1 saat. Ay sağ ol. Biz bir çıxaq çölə, uşaqlar. Təyyarədə o şoku keçirdin. Təyyarə biraz köhnə idi. Belə qəribə səslər gəlirdi, ona görə adam ehtiyat edir. Qorxmuşdum. Hanımlar və bəylər, İranın Dubai marinasına gəlmişik, marina bikinə, hansı ki buralar çox lüksdür, qaranlıqdır, bilmirəm görürsüz ya yox, böyük binalar var. Bəhsat qardaş, bura nə deyirlər? Bamlənd. Bamlənd. Bamlənddəyik. Şitgər gölü. Şitgər gölünün yanındayıq və qardaşın dediyinə görə yayda burada dəhşət adam olur. Hansı ki qış ayı olmağına baxmayaraq biz maşını parkovka edə bilmirdik. Belə bir yerdir. Heç kim inanmaz bu İrandır. Bir də yapay göldür. Hə, yapay göldür. Doldurmuşlar suyla. Hə. Bu arada gənclər, Tehranda su qıtlığı var. Hansı ki Tehranı başqa bir şəhərə köçürtmək, başqa bir yerə köçürtmək planları da var. Yaxın 50 ildə, 100 ildə. 50 ili deyənmədim. Belə bir yerdir. Vay 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 vay. Mən belə bir şey gözləmirdim. Bura bahalıqdır. Məsələn, oturub yemək yeməyə eləmək. Çox deyil amma İranlı üçün. Bizim üçün yox. Orta deyelim. Orta. Amma bağlı restoranları da var. Ətrafı, gölün ətrafı çox restoranı var. Restoranların bağlısı da var. Ucuzu da var. Ortası da, ucuzu yoxdur. Maraqlı bir restorana gəlmişik. O tərəf ailəvi idi. Hansı ki göstərim sizə. Bura ailəvi deyirlər. Bu qism ailəvidir. Biz isə burada oturacağıq. Burada əsasən fars yeməkləridir, yoxsa İran yeməkləri. İran yeməkləri. Gələneksel, ənənəvi yeməklər. Ənənəvi yeməklər. Bilirəm, biraz işıq yanıb sönür, amma yeməyi göstərim sizə. Burada belə bir supumuz var bizim. Abi bunun adı nə idi? Ənənəvi bir içəcəkdir. Gülab və zəfəran. Gülab və zəfəran. Gülabı bilirsiniz, bizdə içkisi var, yoxdur bilmirəm, amma bildiyiniz gülabın ətri gəlir və çox dadlıdır. Burada isə bizim məzələrimiz var, çorbamız var. Abi nuş olsun. Kabab gəlib, şişlik. İki cür kababdır. Bu biraz antrikota bənzir. Burada nə var? Burada isə plovlarımız var. Təşəkkür.
Bu antrikot deyə bilərik. Bu isə lülə kabab bənzəri bir şey. O da ətdir. Hə. Dövmə ətdir. Dövmə. Biz lülə kabab deyirik. Lülə kabab deyil, bilirəm lülə Hə, kabab. hə. Lülə kababına burada kubidə deyirlər. Kubidə. Bu yesən görəsən ətdir. Hə, ətin dövmə Əti fəqət şişə. belə üstünə biraz dövmə yapmış. Sağ ol. Gənclər, bu arada yediyimiz yeməyin çekidir bu. İstədim göstərəm sizə. Hansı ki qiymət 4 milyon 590 min tutdu. Sabahınız xeyir. Dünənləri birbaşa yatdım elə. Çox yorğun idim. İndi qaldığım oteldə Ərdəbildəki otelə nəzərən soyuqdur. Gecə soyuq oldu biraz. Uzun sözün qısası bu oteli göstərim sizə. Çünki çox xoşuma gəldi. Buranın tutanda da gördüm şəkillərin. Elə tutduq. Daha doğrusu Bəhsat qardaş tutduq, belə deyim. Belə bir otağı var. Çox otantikdir, düşlər demişəm. Böyle bir yatak var. Burada bir masa var. Burada bir ayna var. Burada ise artık həyəti var. Həyəti də çox qəşəngdir. Vallahi billahi deyirəm, otelimizin həyəti çox gözəldir. Bura yayda gələsən, oturasan. Bax, indi İranda olduğunu hiss edirsən. Yemək hardadır, qadan qalıb. Yemək harda yeyirsiniz? Yemək olmalıdır, səhər yeməyi. Deməli, otaqlar belədir. Bura resepsiyondur. Bura nədir? Orada da bir otaq var. Girək, baxaq görək bura nədir? Girək, belə görək. Burada nələr var? Nədir bura? Burada bir həyətdir. Anladım. Bir problem var, otağın qapısı bağlanır. Otağın qapısı bağlanmadığına görə də mən şikayət edəcəm. Deyəcəm, mən qardaş, bu niyə bağlanmır? Gecə yaxşı yatdım ama biraz soyuq idi ama yatdım. Yaxşıydı. Selamünaleyküm. Yemeğimiz burada olacaq. Səhər yemeğimiz. Deməli, belə şeylərimiz var. Burada bret kutusudur, çörək kutusu. Burada da nə var? Bura ait bir çörək var. Xurmamız var, pəhməzimiz var, balımız var, qaymağımız var qardaşım. Var da var. Burada nəyimiz var? Bu nədir bilmirəm. Burada nə var? Bu da qəribə bir şeydir. Bu nə mən həmişə biləm. Saskamız var. Burada nə var? Burada da yumurta. Şeydə Ərdəbildə onu çox qəşəngdir yemək. Səhər yeməyi belə dolu bir yemək yeyirdi. Gənclər, nəsə səhər yeməyi o deyil. Ərdəbildəki oteldə olan yemək daha qəşəngdir. Amma şükür olsun, əgər müqayisə eləmək lazımdırsa o daha yaxşı idi. Oranın saskası da saskaydı, belə pendir də var idi, nə bilim. Yemək yaxşı idi. Pomidor yumurta məsələn mənim tələbəçilikdə, daha doğrusu ilk illərində pişirdiyim pomidor yumurta oxşuyur. Yaxşı deyim. Yoxsa denamı yeyirəm. Bu arada burada resepsiyondur. Resepsiyonda pulları belə düzüblər. Sadəcə manat yoxdur. Mənim üzerimdə də manat yoxdur ki, verim buraya yapışdırsınlar. Sağlıq olsun. Həmişə deyirəm manat çox gətirəcəm bir 20 dənə, 30 dənə, amma yadımdan çıxır hər hansı bir ölkəyə gedəndə. O qədər beynimdə şey olur ki, uşaqlar video düzəltmək, reels düzəltmək, nə bilim, ora get, bura get. Çox şey olur. Bu nə ora küçələrdə? İçəri şəhərin ara küçələrinə bənzəyir. Resepsiyonda bir Azərbaycanlı qardaş vardı. Daha doğrusu bura Azərbaycanlısı. O mənə dedi ki, buranın havası normalda tutuq olmamalıdır. Hava kirlidir deyə fabrik, zavod atıqları havanı bu cürünə kirli eləyib uşaqlar. Yadınıza da gəlirsə, Hindistanda olanda hava kirli idi və sizə demişdim ki, normalda hava kirli olmamalıdır. Hava aydın və açıq olmalıdır. Görürsünüzmü? Duman və ya bulud deyil, hava kirliliyi var. Və dedi ki, Tehran normalda isti olur digər şəhərlərə nəzərən, amma mən yenə də üzərimi qalın elədim. Baqa, mən bir küçəyə girdim. Hardayam özüm də bilmirəm. Haradır bura, nədir bura?
Xiyabana çıxmalıyam, yəni küçəyə. Zam yat. Zam yat. Bahalaşma yat. Dayı hardan keçək? Qadan qalın. Hello, how are you? How are you? Hello, hello. Kardeşler. Kardeşim səni başa düşmürəm, əzizim. Ya Türkiye dünya, Selma, Türkiye dünya. Türk var orada. Hə. Salam deyərsən. Say hello. Deməli gənclər, Tehranda, daha doğrusu İranda Lor yaşayır, Əfqan yaşayır, Ərəb yaşayır, Fars yaşayır, Kürd yaşayır. Çox millətli bir ölkədir. Ayrım deyirlər, ayrımcılar. Kürdlər məsələn eşitdiyimə görə ayrımcıdır. Ayrılmaq istəyirlər və farslarla da arası yaxşı deyil. Hansı ki burada yaşayan həmvətənlərimiz, həmsoydaşlarımız Azərbaycanlılarla da aralarının yaxşı olmadığını eşitdim. Bunu mənə bir Kürd dedi bu arada. Yəni bir Azərbaycanlı demədi ki, bizim Kürdlərlə aramız yaxşı deyil. Əsasən Azərbaycanlılar daha bütöv danışırdı. Belə küçədir, qardaş, bu nə kirli şəhər. Hava inanılmaz kirlidir. Hindistan, Pakistan havası var burada. Bizim cənub tərəfdə, yəni Cənub Azərbaycan tərəfdə çox yaxşı idi, hava yaxşı idi, belə kirlilik yox idi. Amma bura böyük şəhərdir, uşaqlar. 15 milyon, 17 milyon əhalisi var. Bu nə demək? Bilgilər çoxda hamısını sizə ötürmək istəyirəm və demək istəyirəm. Deməli, burada öyrəndiyim məlumatlara əsasən dediklərinə görə Şah dönəmində türklərə qarşı daha çox faşizm var idi. Hansı ki, Şah bunun təməlini atıbdı. 10 il əvvələ qədər də burada türklərə eşşək türk deyirmişlər. Farsçası yadımdan çıxdı. Və ayrımcılıq edilmişlər ki, siz türk deyilsiniz, siz Azərisiz. Şah dönəmində, Pəhləvi dönəmində isə bizim şəhərlərimizin, kəndlərimizin adları dəyişdirilib və farslaşdırılıb. Bunun banisi Şahdır. Şah Pəhləvi. Əziyyət olunurmuş, insanlar əzilirmiş. Əsasən Şah dönəmini oxuyan insanlar, yəni oxuyan türklər. Hello bro, hello, how are you? How are you feeling today? Good? Şah dönəmini araşdırmayan insanlar əsasən deyir ki, inqilab pisdir, şah yaxşıdır. Hansı ki, Xomeyninin inqilabını nəzərdə tuturam. Şah Pəhləvi onun təməlini atıbdır. Xomeyninin zamanında da eyni şəkildə burada radikalizm var idi. Hansı ki, Gürcüstanda bilmirəm, sizə dedim, demədim. Gürcülər Azərbaycan türklərinə Tatar deyilmişlər, gənclər, Tatar. Tatar deyirdilər, səhv eləmiş. Bəli, və bu da küçümsəmə anlamındadır. 10 il əvvələ, 15 il əvvələ qədər burada eşşək türk deyirmişlər. Bu da, yəni eşşək türkdən mal türk mənasına gələn bir sözdür. Pəhləvi bunun təməlini atıbdı, inqilab dönəmində də bu davam edibdi. Pəhləvi dönəmində əsasən kəndlərimizin, şəhərlərimizin, balaca kəndlərimizi nəzərdə tuturam, kəndlərimizin adı da dəyişdirilib. Bildiyiniz kimi, Ruslar necə bizi asimilə eləyibsə, soyadımızı məsələn dəyişdiribsə, ruslaşdırıbsa, bizim öz tariximizi az oxuyurduqsa, Rus tarixini çox oxuyurduqsa, burada da eyni şəkildə olur. Və bildiyim məlumatlara əsasən burada yaşayan ermənilər azınlıqdır, amma onların məktəbdə öz dilləri var. Hansı ki 45 milyon yaşayan Azərbaycan türkünün isə özünə məxsus bir dili yoxdur. İnsanlar danışa bilir, danışıqları fleksiyaya məruz qalıbdır, yazı yazmağı da bilmirlər. Yəni Azərbaycan dilində yazı yaza bilmirlər. Ona əsasən İngilisi deyirlər. İngilis dilində yazırlar. Uzun sözün qısası, bu məlumatları verdiyimə görə bazara gedəcəm. Bazar hardadır, mən də bilmirəm. Ətrafım isə belə bir kaosdur. Yəni böyük şəhərdə olduğumu hiss eləyirəm. Bir Hindistan ab-havası, Pakistan ab-havası var. Təbriz, Ərdəbil belə deyil idi. Yəni cənub tərəf, biz tərəf çox yaxşı idi. Artıq Farsi tərəf, Fars tərəf isə gördüyünüz kimi ağız deyəni qulaq eşitmir, qardaşım. Bu dayılarımız da mototaksilərdir. Yadınıza gəlirsə Taylandda çox istifadə edirdik. Bunlara minirsiniz, tıxacı ilişmədən gedirsiniz. Səlam, səlam. Farslar da səlam deyir, səlam. Oy, bura, verdi belə, ay qah. Oy, burada yoxdur, qardaşım. Yol hərəkət qaydası, insan canının dəyəri. Belə ölkələrdə yoxdur. Yoxdur belə ölkələrdə, axtarmayın. Ay qadan qalım, gəllə baxı, qabağıma niyə çıxsan? Göygöz Ceyran. Yox, Ceyran yox, Ceyran getməz. Göygöz. Buradan gedək. Bazar?
Bazar. Thank you. Ay vay vay. Bazar çox böyükdür. Bildiyim qədərilə Təbriz dünyanın Təbrizdəki bazar, üstü örtülü bazar aparmışdım sizi. Dünyanın ən böyük üstü örtülü bazarıdır. Bildiyim qədərilə. Şamda da bir bazar var, onunla yarışa da bilər. Tehran bazarı da böyükmüş. Ay nə salam mirə. Bu nədir belə? Üç nəfər motora minib sənə. Bu nədir hamı dayanıb burada? Çörək dağıdırsınız qaqa. Nədir bu belə? Nə? Deyil, bazarı iyi. Dayanacaq. How much bazar? Bazar, how much? How much? Okay, how much? پول ندارم بهت نشون بدم. کلا باشه. Are you Farsi? بیا. How much? Expensive. No, expensive. Cheap. Ya, Qaqa, ortalıq qarışdı bir-birinə, bilmirəm, minirəm. Sür xaloğlu. Sür mən qardaşım. Ay. Qaqa, başva dönüm, tək uşağam ha. Mən xonçam oynamayıb ha. Bax, yıxılar, qolumuz, qıçımız əzlər. Hələ Əfqanistana gedəcəm lan ha. Bax, bu nə küçədir belə, qardaş, bu nədir belə? Bu sürofda bunu nətər sürürsünüz? İçiniz, salatınız dağılmır, nə? Allah'a açıq getməsin. Qaqaşdan bir qoxu vurur. Anlatılmaz yaşanır. Baba nətərsən ağa? O xırdala qadı alıb. Qaqaş məni aldatmağa çalışırdı. Hansı ki 100 min demişdi yola. Mən dedim 50 min. 50 min də çox daha bu yola. Sağ ol. 50 min də çoxdur bu yola. İçqun məndən 100 min olur, deyir thank you. Mən də thank you hə. Nə olsun 50 min də loxlandıq. Biz Əli Bayramdan gəlmişik, Şirvan uşağıyıq, xaloğlu. Nə olsun pulun burada dəyəri şeydir. Ay nə qəşəng məsciddir bura. Salam mənim qardaşım, nətərsən? Başva dönüm. Bu nədir belə? Vay. Nə gözəl, nə qəşəng. Əslində 2 gündür, daha doğrusu 4 gündür buradayam. 3 günü mədə ağrısı ilə keçirtmişəm, həkimə getmişəm. Storylər paylaşmışdım, görmüşdünüz. Ərdəbildə həkimə getdim, elədim, güclə düzəlmişəm. Keyfim yerinə gəlibdir. Əvvəlki pələc qayıtdı. Bəli. Biz belə gedirik, amma bu ehtimal səhv gedirik. Bazar. Grand Bazar. Here. Belə gedirik. Müstəqim gedəcəyik zənn etmişdim. Müstəqim də getmirik. Qardaşlar, dedilər buradan getməlisən. Biz hara gəldik ya? Bu nədir belə? Üstörtülü bazarın girişi buradır. Ay yaman böyük bazardır. Yox, bura deyilmiş. Bura nədir belə? Çox qəribədir, hər yeri məscidə oxşadır. Qaqa, hava inanılmaz kirlidir, daha öz aramızdır. Nə qəşəkdir bura. Salih məscidinə də gedəcəm, oralara oxşadır. Nə qəşək. Və yaxşı, mən bazara nətər gedim, bir nəfər mənə niyə deyir? Hamı ora gedir, elə gedir. Buradan az adam gedir. Uşaqlar, metro çıxışları. Məsələn, gördünüz ki, təkərdəsiz də, sol, sağ, bilmirsiniz hara gedəsiniz. Çox adamın çıxdığı şeydən, çıxışdan çıxın. Çünki əsasən mərkəzi çıxış o olur. Görün, toplum hara gedirsə, siz də elə arxasıca qoyun. Bura Əfqanistanın inkişaf eləmiş formasıdır bu arada. Daha da inkişaf eləmiş formasıdır. Əfqanistanda belə şeylər görməyəcək. Gəlsə, burada kameranı alıb qaçırlar, ha, o da var. Burada oğurluq çoxdur. Qoy ciblərimi yaxşı bağlayır. Oğurluq eləyərlər, hə. Olan qalanım da gedər. Salam mənə qardaşım. Qardaşım Kürtdür. Şalvarından bilir. Kürtlərin burada ayrı geyimləri var.
Arak. Yəni İraq. Yəni nətərsən, buyur, nənə, qorxma. Qadı alın. Arak dedim, qorxdu. Çəkin. Üstü örtülü bazar. Təbrizdə də gəzdirmişəm, Ərdəbildə də gəzdirmişəm, bilirsiniz. Qardaşınız gəzib. Yəni bu insanların hobbisidir, belə bazarlar. Gəlib buralarda gəzmək. Burada Zara malları var. Dəqiq mi? Dayı aparır indi məni, yolu göstərəcək. Sələ. Türkçe bilmirəm. Bilmirsən? Mən də Farsi bilmirəm. Baku. Okay. Are you Farsi or Türk? Fars. Fars? Ha, nice to meet you. İntiha. Müstəqim. İntiha. Semtçe. Səmtçə. Çox sağ ol, çox sağ ol. Gedirik düz. Başa saldı ki, düz get. Qaqa, onunla mənə bir dənə sıx da xaloğlu. Mənə sıx alır. Şirvanda da çox edirlər, qaqa alır. Çox sağ ol, çox sağ ol. Təbriz videoma, Ərdəbil videoma baxmısınızsa artıq bunların hamısına hakimsiniz. Mən nə demək istədiyimi başa düşürsünüz. Düzdürmü? Düzdür. Huy, yorulum ha. Ay, bu yolları niyə qayırmayırsınız ha? Bu nədir? Gəldi. Paralar tutdu. Bu nə qoxudu? Bu nədir belə? Bu nə yaşayışlar qardaş? Təbriz bazarı, Ərdəbil bazarı belə deyil idi. Daha belə yaxşı idi. Burada pis qoxu da gəlir belə. Qəribə bir qoxu. Böyük şəhərdə qardaş, böyük şəhərdə olmalı. Mən itmişəm uşaqlar. Yolumu itirmişəm. Hardan necə getmək lazımdır qəti bilmirəm. Gəldik çıxdıq belə bir yerə. Onu biraz göstərim sizə. Burada qab-qaşıq satırlar. O vaxtı Şirvanda Gülçöhrə xala var idi. Qab-qaşıq da satırdı. Belə qəribə bazar ürünləri də satırdı. Yaşır, yaşamır bilmirəm, amma Allah ömrü versin. Yaşayırsa. Şirvandan bəhs edirəm, amma Əlibarandan. Belə bir yerdir, gənclər. Əmin, yavaş ol, qada qalın. Nə qəşəng güllər satırlar. Gənclər, sizi çox yormaq istəmirəm. Çünki Təbrizdə də, Ərdəbildə də bazara aparmışam siz. Burada biraz küçə yeməklərin göstərim sizə. Qardaşım, icazə ver. Bu nədir belə? Sasiska, sos, kotlet, dönər, salam əleykum. Dönər, salam əleykum. Gül abi. Nələr. Vay. Küçə yeməklər var. Gəlin. İranski KFC. Neyrək sirkəsi. Vay. Mehriban millətdilər. Kameraya qarşı agresiyalı deyirlər. Qardaşım, nələr satırsan? Şakirə dadaş, eşşə dadaş ya. Necəsən? Necəsən? Yaxşısan? Yaşa abi. Mən də əzab çəkmişəm, çox istəyirəm çəkmişəm. Mən də əzab sər küpərəm. Mən də ki bilmirəm, mən az lorهای اصیل ملایا لور. Nice to meet you. نوکرتم. اون لورها یه خورده مشکل اعصابی داره. Deyir lorların başı çatmır. Başa dönərəm. Məqsədiyə İrani. Deyir lorların başı çatmır. Nə bilim qaqa, hər türlü adam var. Savaşda mıyız? Nədir bu qədər adam gəlir? Burada bir söz var, hansı ki deyirlər ki, baxsan Allahın milləti olsa, o da belə türkdür. Burada hər yerdə türk var. İstanbuldan sonra ən çox türkün yaşadığı şəhərlərin birisi məhz Tehrandır. Qardaşım, dayı nə satırsan? Şirniyyat. Maşallah şəlaləsi var. Bu nədir belə? Bu nədir qardaşım? Macun. Bu? Mango suyu. Bu? Talibinin türküsünə mən ol. Bu soyuqdur. Ay, bu soyuqdur. İsti bir şey var, isti. Şirkaka var. Nar su vereyim. Nar suyu ver mənə. Bir dənə nar su. Neçəyədir? 100 tümən. 100 min. Bura bahadır ha, sanı. Gələn. Bahaymış qardaşım.
Leyla'nın altında o bağırdı. Buna nə deyirsən? Ney? Nar suyumuzda sağ ol qardaşım. Təzyiqim düşəcək. Bax burana. Oho! Təzyiqim düşəcək. Qardaşım neysən küskü? Yox, mehribandılar. Həqiqətən Azərbaycan türkləri də eyni şəkildə canımsıdır. Farslar da kameraya örgəşmiş millətlərdir. Yəni sənə belə şey eləməzlər. Düzdür, siyasi məsələlər var. Onları qoyaq bir qırağa. Əgər söhbət insanlardan gedirsə, insanlar səmimi və mehribandır. Həftə içi daha bu arada, həftə sonu deyil. Və qış aylarındayıq. Bu arada mənim də ad günüm olacaq. Ad günümü də təbrik edəsəz, əla olar. Şərəfə. Gəlmişkən benzin qiymətlərini də göstərim sizə. Hansı ki, burada benzinin qiyməti... Salam əleykum. Benzinin qiyməti neçədir qardaşım? 5000 tümən. 5000 tümən eləyir. 5000 tümən də bir şey deyil. Hansı ki 100.000 tümən gənclər eləyir 1 manat 30 qəpik. 5000 tüməni də siz hesablayın, mənim beynim dayandı. Bəs Tehran təhlükəli şəhərdir yoxsa təhlükəsiz? Mən sizə deyim. Gördüyünüz kimi motorların bu təkər hissəsinə, daha doğrusu disk hissəsinə, tormuz hissəsinə kilit taxıblar ki, motorları oğurlamasınlar. Ərdəbil videomda da rola, yəni rula taxdıqlarını, sükana taxdıqları kilidi göstərmişdim. Baxın, 2 dənə kilit taxıb hətta. Motorlar burada rahatlıqla oğurlanır. Mənə də deyirlər ki, yolun qırağında telefonu qulağına tutma, kameranı yola tərəf tutma. İnsanlar, daha doğrusu motorlu insanlar alıb qaçırlar. Rəqam dans edin, inşallah. Pul qazanır belə dans eləyə. Ay ay. Gedirəm Şah məscidinə. Böyük bir məsciddir, onu göstərəcəm inşallah. Burada ayaqqabılarınızı çıxardırsınız və bunların içinə qoyub özünüzlə bir yerdə içəri aparırsınız. Bəzisində salafan da olur, poşet də olur, bəzisində belə də olur. Deməli. Görün, içinə. İnsanlar var məsciddə. Qəşəng məsciddir. Çox qəşəng məsciddir. Görürsünüz uşaqlar, burada da səcdəyə gedə bilməyən insanlar namaz qılır. Onları möhrə qoyurlar. Vallahi namaz da inkişaf edir, hər şey inkişaf edir uşaqlar. Namaz qılmaq da inkişaf edir. Çox belə fərqlidir dünyanı gəzmək, fərqli şeylər görmək. Məsələn, bizim məscidlərdə belə yoxdur. Amma burada var. Görürsünüz, həm oturub Quran oxuyurlar, həm də namaz qılırlar. Biraz oturaq burada, ruhumuz dincəlsin. Dəqiqədən qalın, bir də icazə ver. Özümüzü istiyə verək də. İstidir bura. Ancaq nəşə? Ha? İndi qoysam içi bəyəxəndi, ikisi nəşə? Tərəddüd. Nəsə deyir, tərəddüd. Qardaşın yanında oturum. Qardaş yatıb. Oturaq burada. Allah. Belə. Məscidin içi kiçikmiş. Kiçik məscidiymiş. Xanımlar və bəylər, arxamda gördüyünüz yerin adı Gülüstan sarayıdır. Böyük bir həyəti var. Bileti haqqında danışmaq istəyirəm. Mən biletinə verdim 1 milyon yarım. Yerli xalqı isə, yəni İranlıları isə 250 mindir. Dünyanın bir çox yerində yerli xalqı ucuz olur, turistlərə isə baha olur. Mən bunu qınamıram. Amma 24-25 manat kimi, 23 manat kimi bir şeylədir. Burada böyük puldur mu? Böyük puldur. Heç olmasa bunu qoyardınız 750 minə, 800 minə və ya 500 minə. Bu qədər fərqin olmağı biraz absurddur mənə görə. Əlavə olaraq da demək istəyirəm ki, Gülüstan sarayını Məhəmməd xan tikdiribdir. Məhəmməd xan hansı ki Şuşada səhv eləmirəmsə suiqəst nəticəsində öldürülübdür. Qacar hökumətinin şahı olubdur. Bura tikilib, burada yaşayıb və Gülüstan müqaviləsi haqqında da bilginiz var böyük ehtimal. 1818-ci ildə, 13-cü ildə üzr istəyirəm.
Gülüstan müqaviləsi imzalanıbdı və sonrasında isə Türkmənçay müqaviləsi. O zamanlar Məhəmməd xan yaşamayıb, Fətəli xan yaşayıbdı. Fətəli xanın devrində, yəni onun hökuməti Arazı o taydan bu taya ayırıblardı. İndiki Azərbaycan və Cənubi Azərbaycan olaraq iki yerə ayrılıbdı. Burada 45 milyondan çox Azərbaycanlı, yəni Azərbaycan türkü yaşayır. Onu da deyə bilərəm ki, burada yaşayan azınlıq millətlər var. Ən çox millət Azərbaycanlılardır və farslardan da daha çoxdur. Lor var, Kürd var, erməni var. Bildiyim qədərilə erməninin məktəbdə öz dili var, öz dilində yazıb oxuya bilirlər, amma buradakı Azərbaycanlılar öz dilində yazıb oxuya bilmirlər. Bunu mən sizə demişdim və yenə də demək istədim. Hardan gedəcəm, hardan girəcəm, heç bir fikrim yoxdur. Bir xəritə verin adamın əlinə, xəritə ilə gəzək. Böyük bir saray həyətidir. Gedək kəşfə görək haranı tapırıq. Vay 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 uşaqlar, nə qəşəng görsənir buralar. Çox qəşəngdir. Burada da mən varam. Hə qardaş. You see here picture. Hə. Yeah, Okay. it's good. Good, yeah, very good. Yeah, beautiful. Ha, o deyir orada rəsmlər var. Qardaşım, From Azərbaycan. Azerbaijan. Yeah. Beautiful country. Thank you. You? Iran. Iran. Yeah. Are you local, yeah? Yeah. Which city do you live? Which city do you live? I live in Andimeshk in Khuzestan. Ha, Kürdistan. Khuzestan. Xuzistan. Yeah. Vay 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 vay. Saray otağına baxın bir dənə. Ha, burada yaşamaq olar ha. Adamın gözü başı ağrıyır. Bunu nətər silib təmizləyirlər. Həqiqətən uşaqlar bilmirəm kamerada gözsə yox. Heç gözüm ağrıdı. Sarayda yaşamağın da öz ləzzəti var ya. Görürsünüz. Şurada ancaq Dontaç yazılıb, mən də toxundum. Bəli. Burada isə yəqin ki, yemək salonudur. Şahların modelləri də var. Yemək salonudur, ha. Yemək yemişlər burada. Bunlara baxın bir dənə, görün necə işləyiblər bunu. Bir işləyiblər. Trəbdən taksi çağırmışam. Səhv eləmirəmsə xanımdır gələn. Burada şəklini görürsünüz. Mənə də maraqlıdır xanım sürücü ilə səyahət eləmək. Bakıda mən heç demək olar ki, görməmişəm xanım sürücü. Yox, bir dəfə görmüşəm. Bibi nətərsən? Ay, salam aleyküm. Salam aleyküm. Gedək bibi. Farsi? Farsi, faqat farsi. Lor? Ne, Türk? ne, hiç. Türk? Ne, fars, faqat fars. Fars. Faqat. Fəqət yəqin ki, Yəni ki, faqat fars. ancaq farsı. Vəli fars. Faqat fars. Hə. Belə. Bibim taksi işləyir. Bizdəkilər də bizi çörəyə yollayır ki, get çörək al. Deyirəm ki, alamıram. Deyir, südüm sən haram olsun. Gəl. Türkiye کجا شما؟ Azərbaycan. آذربایجان. How old are you? How old are you? حرکت کنید. پس از 200 متر به راست برانید و وارد امام خمینی شوید. 50 نمیدونم. Şimal Tehrana gəlmişəm və burada Azərbaycan səfirliyi olmalıdır. Bir də küçələri göstərim. Görürsünüz, varlı yerlərdir. Aşağıda Pakistan səfirliyidir. Nə bilim, o birisi tərəfdə başqa ölkələrin səfirliyidir. Azərbaycan səfirliyi burada olmalıdır. İstədim gələn bir ziyarət eləyəm. Əgər tanış ola bilərəmsə tanış olam və sizə göstərəm. Həqiqətən də konsolosluğun yerində dəyişiblər. Hansı ki, burada bir yerdə idi səfirlik. Nə bilim. Dedim gəlin bir ziyarət edeyim, bir görüşək, salam uçaq. Yerini dəyişiblər. Aktivdir, hal-hazırda işləyir, amma başqa bir yerdədir. Nəysə, bu arada Tehranın Varlı tərəfindəyəm, Zəngin tərəfində. Tehran iki hissəyə bölünübdür. Bura Zəngin tərəfdir, aşağı tərəflər isə kasıb tərəflərdir. Çox aşağı getdiyimiz zaman. Acından da ölürəm. Görək nə tap yeyirik. Yoruldum artıq. İran məni biraz yordu. 2-3 gün xəstə oldum. Mədəmin sancısı bir tərəfdən. Amma yaxşı keçdi, qəşəng keçdi.
Buradan da Məşədə gedəcəm inşallah. Uşaqlar, belə bir şey almışam. Kruvasan. Bir dənə də cappuccino. Tehran bizi şaşırtır. Belə bir yerdəyəm. İslam ölkəsidir, amma yeni ili də qeyd edirlər, qardaşım. Coffee shopdan çıxdım uşaqlar. Onu da deyim ki, bir kruvasana, bir cappuccinoya 5 manat 30 qəpik, 5 manat 40 qəpik kimi bir pul verdim. Ucuzdur. Yəni bunu Bakıda yesəydim bəlkə də 8-9 manat, 10 manat eləyərdi, bilmirəm. Qaqa, biz Bakıda çox da elə kruvasan yemirik lan. Biz gedirik elə özəyində yeyirik, Fransada yeyirik, xaricdə yeyirik. Mən şokam uşaqlar. Niyə şokam desəz, Instagram üçün bir reels hazırladım. Vay, ağzım açıq gedirəm. Maşınlar, Porsche'lər, nə bilim, Mercedeslər. Girib Instagramdan baxa bilərsiniz. Lüks yerlər dəhşət çox uymuş. Mən sizə göstərmişdim də necə kasıb yerlərə getmişdik. Ərdəbildə bir kəndə getmişdik. İranın bir çox bölgəsi belə kasıbdır. Sadəcə Cənubi Azərbaycan tərəfi yox. Amma buradakı insanların vəziyyəti nətər deyim sizə? İnanılmazdır qardaş. Bu nədir belə? Bu nə varlılıqdır? Ehtimal deyil burada insanların bir evi rahat almağı. Yəni bu qisimdə. Bu insanlar pulu hardan qazanır? Gəlin sizə bir nüans deyim. Əhalisi çox olan, İnkişafdan az qalan ölkələrdə zəngin insanlar daha çox zəngin olur. Kasıb insanlar isə daha kasıb olur. Niyə? Çünki hər hansı bir ürün çıxartdınız və onu satasınız, düzdür? İnsanlar o qədər kasıbdır ki, pis, yaxşı demədən onu tükətməyə başlayacaqlar. Çünki ayıq zehniyyətli insanlar deyirlər. Avropa məsələ elə deyil. Avropada varlanmaq çətindir. Amma bu kimi ölkələrdə, baxın Türkiyədə, İranda əhali çoxdur, əhaliləri eynidir. 80 min, 85 milyon. 80 min nədir? 85 milyon, 80 milyon əhalisi var. Bu tip ölkələrdə varlanmaq çox asandır. Bir şey çıxardırsan, insanlar onsuz da düşüncəsi çox ilərdə deyil deyə hörmətdən kənara çıxmaq istəmirəm. Daha doğrusu, yəni mövzudan kənara çıxmaq istəmirəm. Mədəni bir şəkildə izah eləmək istəyirəm. Belə yəni, burada insanlar dəhşət varlıdır, qardaşlar. Pula pul demirlər. Həmçinin bu bölgədə xanımların geyimi də fərqlidir. Fərqli bir üslubda geyinirlər. Belə dükanlar var. Nə veririk? Ama maşın vurmuşdu məni səni. Görürsünüz, belə dükanlar var, insanlar buradan alışveriş edirlər. Sual verə bilərsiniz ki, pələng, biz gəlsək, hər hansı bir küçədə, orada bir restoran var, səhv eləmirəmsə. Orada otursaq və yesək, nə qədər pul tutar? Gənclər, Bakı qiymətidir. Amma burada 400 manatı, 500 manatı qazanmaq çox çətindir. Yəni kasıb xalq üçün. Varlı xalq üçün isə asandır. Qazanırlar mı? Qazanırlar. Bahalı yerlərdir mi? Bahalı yerlərdir. Belə. Qoy ora Instagram üçün çəkim. Məsələn, baxın, yolka qururlar. Bir kafe, bir restoranlı onun önündə. Demək istədiyim nədir? Türkiyə İslam ölkəsi olmağına baxmayaraq, Türkiyədə mən təhsil almışam və yolka qurulmağına xalqın çox böyük iradı var idi. Bura İslam ölkəsidir. Yəni İslam, İran İslam Respublikası, devləti, hər nə deyirsinizsə. Burada yolka qurulur, yeni il qeyd edilir. Sadəcə varlı insanlar üçün. Varlı insanlar üçün din yoxdur burada, gənclər. Kasıb insanlar üçün var. Və varlı insanlar kasıb insanlardan az olduğu üçün varlı insanları idarə eləmək və ya hər hansı bir söz keçirmək daha yaxşıdır. Çünki malı, mülkü var. İstər-istəməz devlətlə yollaşacaq. Kasıb insanlar çox olduğuna görə dinlə qorxuzurlar. Kasıbın itirəcəyi bir şey yoxdur. Varlının itirəcəyi bir şey var. Varlı deyir ki, mən malımı, mülkümü saxlayıram bu devlətdə. Devlət də deyir ki, mən sənə dəymirəm. Sənədə din yoxdur. Necə istəyirsən elə də fırlan. Burada home partilər bilirsiniz çox məşhurdur. Çox bilgilər var. Bu bilgiləri sizə versəm gərək biz partlayaq. Bax məsələn, bir xanımın bunu sürməyi burada imkansızdır. Yəni bunu qazanmağı imkansızdır. Maşın bir də Audi'dir. Audi Allah bilir neçədir. Bu Audi'nin detalları neçədir burada. Gənclər, mənə niyə bu qədər heyrətli gəlir? Çünki mən burada 4-5 manata qarnımı doyururam. Elə fikirləşin, o qədər ucuz ölkədir. Ucuz olduğuna baxmayın, bu insanlar üçün çox bahadır. Burada benzin 7 qəpik, 6 qəpikdir. İnsanlar şikayət edir, deyir çünki bizim gücümüz satmır buna. Maşınları çox benzin işlədir.
Nə bilim qardaş, nə bilim, nə deyim, çox fərqli bir yerdəyəm. Tehranı heç belə gözləmirdim. In Dubai, yəni Dubai kimi bir yerdir. Şoka düşürsən, qıraq rayonları görsəz, insanlar 5 manat, 3 manat üçün, yəni bir ofisiantın pulu burada, Təbriz videosunda, Ərdəbil videosunda demişəm, pulu bilsiz nə qədərdir? 150 manat, 160 manat. Keçinmək çox çətindir, ekonomik kriz var burada. Ekonomik kriz olanda nə olur? Yəni iqtisadi kriz olanda nə olur? İnsanlar daha da varlaşır, varlılar. Kasıblar isə daha da kasıblaşır və o insanları daha da varlı edirlər. Ya bu qaçınılmaz bir şeydir. Bunu başa salmaq istəyirəm sizə. Qardaşım salam. Vay, ehtiyatlı ol, yuxularsın. Bəli uşaqlar. Bəhsət abini çox gözlətdik. Küçənin başında gözləməlidir. Gedəcək bir yerlərə. Hara gedəcək mən də bilmirəm. Vay qaqa, necə yorğunçuluq var. Dağılır. Dəhşət yorğunçuluq var. Bugün cümə günüdür və cümə günü olduğuna görə hər şey bağlıdır, hər yer bağlıdır. Bəhsət abi, haqqı halal elə səni çox gözlətdim. Üzrlü sayırsan. Gedək abicim. Siz də çəkim xanım yoxsa? Çəkə bilərsən. Bəhsət abinin yoldaşı da buradadır. Salam, necəsiz? İndi gedirik səhər yeməyinə. Şeylər gələcək. Belə bir kafeyə gəlmişim uşaqlar. Bibiləri keçim danışacağım. Mən hələ oyanmamışam. Vay vay vay. İran bizi şaşırtıyor. Gəldi axır ki bir yer tapdıq özümüzə. Bizə hətta pendir də gətiriblər. Burada video paylaşılır bir dəqiqə. Okey. Belə bir pendir gətiriblər gənclər. Dedilər ki yoxlayın. Abi şey yaxşıdır. Həqiqətən buna əmək veriblər. Amma bəlkə başqa növü daha xoşuma gələrdi. Necə alacaqsan bu cəmiyyət? Bu növü xoşuma gəlmədi. Deyib hamısını yeyirəm. Biraz şey çıxacaq. Mən Hollandiyada çox qəşəng pendirlər yemişdim. Avropanın pendirləri. Çox Belçikada da yazıca gəlirsən. Abi dəhşət pendirlər var idi. Bunun adı nə idi abi? Nabat. Nabat. Nabatımızı qoyuruq çaya. Belə-belə edirsiniz. Burada əriyir. Burada bir şirniyyatımız var. Bu nəli şirniyyatdır abi? O da siz köç deyirsiniz. Köç kekidir. Hə. Türklər demişən havuç. Havuç kökü. Belə bir şey gəlib önünə. Bunları yeyəcəyik. Sonra da şeylər gələcək, onu da göstərəcəm. Yemək gəlməlidir, yumurta. Gənclər, belə bir səhər yeməyi gəlibdir. English breakfast-ə də bənzəyir. Burada mandalin var. Gördüyünüz kimi salatalıqlar var. Bu şordur deyəsən. Qaymaq var. Bir də cəviz var. Buna nə deyirsən abi? Buna ərik. Ərik? Bəlcə. Biz də ərik qurusu deyirik, yəni. Adı adından çıxmışdı. Bəlcə də deyirlər bəzi tərəflərdə. Bərcə? Bunu bizdə aşağı da atırlar. Aşağı da? Aşın qarasına. Yox, aşağıdan. Atmırlar. Deyəsəm, mən də düzgün xatırlamıram. Ola bilər, atmasınlar. Belə bir də pankek gəldi. 2 dənə pankek gəldi. Belə, bizə nuş olsun uşaqlar. Gəlmişik Qatar stansiyasına. Gördüyünüz kimi burada da çox adam var. Sağ olsunlar, gətiriblər. Buradan yola salacaqlar məni. Çətindir, qatarları tapması çətindir, soruş aşağıda. Burada qapı var da, aşağıda elə qapı gedib sənin qatarlara yetişmir. Aşağıda soruş. Neçənci layla düşün orada? 3. Buradan keçəcəm. Oradan keçəsən. Oldu abi. Çox sağ olun hər şey üçün. Sağ olasın. Görüşərik inşallah. Allah Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Bakıya gəldiniz, xəbər eləyin. Oldu. Bileti göstərim. Məşəd. Gir oraya get. Xəttəsənə geyim. Bura gedim ha. Abi görüşərik. Sağ olun. Uşaqlar bir dənə Məşədə gedim çatım inşallah.
Yolda da sizə bilgi verəcəm, narahat olmayın. Bu prosesi keçin bir dənə. ملی داری؟ Məşəd. Məşəd. کارت ملی کجاییه؟ بره پلیس بره پلیس پاسپورت رو ببره پلیس بعد بیاد Pasport verir. بیا Nəsə alınmadı. Keçdim uşaqlar, bir dənə kağız yazdılar, verdilər, onu da qapıda verdim. Azərbaycanlı olduğunuzu deyəndə ekstra bir yoxlanış eləyirlər. Bunun səbəbi də nədir bilmirəm. Yəqin ki, məntiqli bir səbəbi var. Belə bir vaqonlarda gedəcəyik. Birinci vaqon hansıdır? Adamı necə həyəcanlandırırlar, ala. Nə olub bu, nədir? Aparın, yoxlayın, polis. Gözlüm bir dənə bileti göstərim. Sorry. Bir də burada sıra mədəniyyəti yoxdur. Yəni gələndə özünüzü basa bilərsiniz, keçə bilərsiniz. Onsuz da sizi də belə əzib keçirlər, belə deyim. VIP-dir məndə. Görək. Hansıdır? Hello. Selam. Which wagon? One? Rus Azerbaycan. Azerbaycan Yeah. Are you Türk? Türk? No? Fars? Türk'ü bilmiyorum. Selam. Selam. Rom 10. Round 10. Rom. Here. This. Thank you. Thank you. Merci. 10-cu kabinadır. Uşaqlar. 10. 1 2 3 4 Oy salam aleyküm. Hindistanlı biblərim. Ola, nə oldu? 10. Ha, bu nədir? Ən tez biz satacağıq. Uşaqlar, belə bir kupedir, vaqondur, belə deyim. İnşallah bizlə kimsə düşməz. Belə rahat gedərik. Yoxsa 4 nəfər burada getmək biraz problem olacaq. Çantamı qoyuram bura. İçərini belə göstərim sizə. Belə bir yeyəcəklər var. Hamımız üçün bir-bir qoyublar. Bura açılır böyük ehtimal bu formada. Açılır və burada yatırsınız. Aşağılar da açılmalıdır. Yəqin bağlanmalıdır. Nəsə belə bir söhbət. Belə bir mövzu. Burada filmlər var. Heç o da işləmir. Var da işləmir heç nə. Belə, bir dənə çıxım çöldə Instagram üçün çəkiliş edeyim, birazdan görüşərik.